Deməli, bugünkü dərsimiz, yəni geridə qalan hardverin hissəsi hardan başlayırıq? Kompetensiya takip hissələri. Bax, burada sizin bilməli olduğunuz bir neçə dənə məqam var. Bu məqam nədir? Biri ondan ibarət ki, bax, bizə bir neçə cür suallar var ki, bir-birinə oxşuyur. 1. Neymanın neçə prinsipi var? 4. Verilənlər əmrlərin fərqi yoxdur, filan, filan, filan. 2. Neymana görə kompüter neçə hissədən ibarətdir? İki hissədən ibarətdir. Mərkəzi və periferiya. Mərkəz. Amma Neymanı söhbətə daxil eləməsə və desə ki, bir kompüterin əsas tərkib hissələri hansılardır? 3 dənə. Deməli, kompüterin əsas tərkib hissələri sistem bloku, monitor və klaviaturadır. Bunları indi test üzərində qabağınıza çıxanda görərsiniz. Bax, Neymanın prinsipi 4, Neymana görə kompüter 2, amma kompüter Neymansız sual verirsə, kompüterin neçə əsas tərkib hissəsi var? 3 dənə. Bunlardan biri sistem blokudur. Sistem bloku sadəcə olaraq kompüterin işləməsi üçün lazım olan əsas qurğuları öz içində saxlayır. Yəni düşünün ki, bu kompüterə lazım olan əsas qurğular sistem blokunun içində yerləşir. Bunları indi bu sistem bloku adı üstündə nə edir? Xarici təsirlərdən bloklayır, yəni qoruyur. Bloklayır ki, bunlara heç bir xarici təsir olmasın. Yəni üstə su tökülməsin, nə bilim, əzilməsin və s. Başqa heç bir funksiyası yoxdur bunun. Sadəcə dediyim kimi qorumaq üçün, bloklamaq üçündür. Bu oldu sistem bloku. Əsas özəlliyi ilə kompüterin əsas qurğularını qorumalıdır. Başqa heç nə. Birinci tərkib hissə budur. İndi sistem blokunun heç bir halda şəklini, nə bilim, arxadan, yandan, üstdən görüntüsü qoymuşam buradan. Amma bunları heç bir halda siz əzbərləməyəsiniz. İndi biz gələcəkdə bir dənə sistem blokunda yerləşən və yerləşməyən qurğular haqqında məlumatımız olmalıdır. Onu da məntiqlə yadda saxlayacağıq. Sadəcə bilin ki, sistem bloku kompüterin qurğularını öz tərkibində saxlamaqla onları xarici təsirlərdən qorumaq üçün. Bu belə. İkinci gəlir qida bloku. Qida bloku nədir? Bax, qida bloku sistem blokunun tərkibində yerləşir. Bax, burada yerləşir. Adı üstündə. Mütəmadi olaraq kompüteri elektrik enerjisilə, yəni gərginliklə qidalandırmaq üçün. Bunda bir dənə işi var. Sənə deyəcək, kompüteri mütəmadi olaraq enerji ilə təmin edən, qidalandıran qurğu nədir? Təbii ki, qida bloku. Yəni bunu yazmamaq həqiqətən günah olar. Yəni adapter kimi bir şey. Qidalandırır və enerji ilə təmin edir. Sonra növbəti gəlir ana plata. Bax, ana plata biz hələ ki nəydən danışırıq? Biz hələ ki bax bunun içindən danışırıq ha. İndi için yenə deyirəm, nə harda yerləşir, nə bilim yuxarıdadır, sağdadır. Bunların heç biri bizə lazım deyil. Biz hələ ki sistem blokundan danışırıq. İçində yerləşənlərdən biri qida blokudur. Növbəti içində yerləşənlərdən biri ana platadır. Hə, bu ana plata kompüterə lazım olan ən önəmli hissələri öz üzərində saxlayır. Bax, fikir verin. Deməli, burada iki yanaşma oldu. Bu sistem blokudur. Sistem blokunun içində ana platanın üstündə yerləşir əsas qurğular. Yəni, bu sistem blokudur. Bax, burada, bunun içində əsas qurğular yerləşir. Onları nə üstə qoyublar? Ana plata. Bu gördüyünüz qırmızı yerdə ana platadır. Ana plata haqqında danışacağıq və yaxud ana plata üzərində yerləşən qurğular haqqında danışacağıq. Görün nə qədər qurğu var. Heç bir də bizi qorxutmasın. Birinci, ana plata üzərində yerləşən qurğulardan birincisi gəlir mikroprosesor. Bax, gördüyünüz kimi mikroprosesor cəmi 1-2 kvadrat santimetr yer tutur bu ana plata üzərində. Gəlin görək, bu mikroprosesorun işi nədir? Mikroprosesor adlanan bu qurğunu, bu anlayışı öyrənmək üçün sadəcə mikroprosesoru insan beyninə bənzətmək kifayətdir. Yəni, necə deyərlər, insanın beyni olduğu kimi kompüterin də beyni mikroprosesordur. Niyə biz buna beyin deyirik? Məsələn, insan beyninə fikir vermişsinizsə, bu insan beyni insanı idarə etməklə yanaşı, bir bizi idarə edir, bir də bizim beynimizdə hesab və məntiqi əməliyyatları həyata keçirir. Məsəl üçün, səndən soruşanda ki, 3 vurulsun 4 neçə eləyir, indi hər neçə saniyəsə bunu düşünüb, cavabın 12 deyirsən. Bunu harda düşünürük, harda emal edirik, harda ortaya çıxardırıq? Təbii ki, beynimizdə. Ona görə kompüterin informasiyanı emal edən qurğusu elə mikroprosesor. Təbii ki, emal etməklə qalmır. Bu ana plata üzərində gördüyünüz, burada gördüyünüz nə qədər qurğu varsa, hamısını da idarə edir. Yəni, hər hansı birində bir problem yaranarsa, avtomatik mikroprosesor vasitəsilə biz xəbər alırıq ki, filan qurğuda problem var. Bu siqnallar vasitəsilə, müəyyən sözlər vasitəsilə ekrana bizə bildirilir. Və elə bilin ki, bu bir e,
ailədir. Hər dəfə bunu izah edəndə deyirəm ki, qoy yadda qalsın. Bu bir ailədir. Bu ailədə hamını idarə eləyən, hamını öz idarəsi altında işlədən və yaxud hamını işlədən deməyək ki, o bu səslənmə. Hamını belə də idarə edən, yəni hamının yükü çiynində olan mikroprosessordur. Yaxşı, bu ailədə hamını idarə edən mikroprosessordursa, mikroprosessor bu ailənin nəyi hesab olunur? Atası. Düzdür? Amma bu atanı daim gərginliyi altında kim saxlayır? Ana plata. Baxın, bir daha deyirəm. Mikroprosessor bütün ana plata üzərində yerləşən qurğuları idarə edir. Yəni hamısına sözü keçir. Hamısı sanki buna hesab verir. Amma daim bunu nəzarətdə saxlayan, bunu gərginliyi altında saxlayan ana platadır. Bax belə. İndi biz sonra nəyi bilməliyik? Sonra bilməliyik ki, bu mikroprosessorun əsas xarakteristikası nədir? Keçən dəfə siz kompüterin əsas xarakteristikasını öyrənəndə götürüb onu qiyməti ilə yadda saxlamışdınız. Və bu da hər birinin baş hərfləri idi. İndi gəlin bunu necə yadda saxlayaq ki, bizə asan olsun. Və yenə də bunu əzbərləmədən bir məntiqi yanaşma eləyərək, nə bilim, biz özümüzdən hekayə quraraq belə yadda saxlaya bilərik. Biz deyirik ki, bax, bu mikroprosessor sanki bir ailə başçısıdır. Stolunu qoyub oturub burada, hamıya əmr verir. Biri deyir, birinə deyir çay get, birinə deyir filan filan. Hamını idarə edir də konkret. Yəni mikroprosessor bütün ana platada, yəni bütün bu ailədə yerləşən bütün qurğulara nə edir? Diktə edir. Bilmirəm, bu sözü eşitmişsiniz ya yox. Diktədir, dominantdır, diktatordur. Biz hamısı eyni mənalı sözlər. Yəni üstünlük mənasını verir. Yəni bütün hamıya diktə edən qurğu hansıdır? Mikroproses. Öz dediklərini sanki. Ona görə də mikroprosesorun ən başlıca xarakteristikası, xüsusiyyəti elə diktədir. Yəni bunu da niyə deyirik? Çünki biz bunu yadda saxlamaq üçün diktənin D-sından, sonra onun i-sindən, Q-sından və yaxud tak tezliyi T-sından və nəhayət əmrlər sistemindən istifadə edərək mikroprosesorun əsas xarakteristikalarını da diktə kimi yadda saxlaya bilərik. Yəni deyirəm, əzbərləməkdənsə belə yadda saxlamaq 1000 dəfə yaxşıdır. Bu da hardan, yerdən çıxmadı ki. Keçən dəfə qiyməti də heç yerdən çıxmamışdı. Yəni göydən düşməmişdi. Hardansa gəlmişdi. Qiymətində dedik ki, komitə alan zaman bizim üçün öncəlik onun qiymətidir. Qiyməti də bütün xarakteristikaların baş hərfidir. Mikroprosesorun da öncəliyi, həqiqətən mikroprosesor deyəndə ağlımıza bir şey gəlməlidir. Başqa qurğuları öz idarəsi altında işlətmək. Yəni başqa qurğulara diktə etmək. Yenə də baş hərflərdən tapırıq ki, bu nədir? Mikroprosesin əsas xarakteristikası. Belə. Sualınız var bura qədər? Səsim sizə gəlir inşallah. Bəli, 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 səsiniz gəlir. gəlir, amma sual yoxdur. Əla. Bu oldu mikroprosesor. Bir daha deyirəm, təkrarçılıq olmasın. Bu bir ailədir. Ailədə bütün yükü öz çiyninə götürən mikroprosesordur. Yəni bütün ailəni bu idarə edir. İdarə edirsə, deməli bunun sözü avtomatik keçir. Yəni başqa qruplara diktatorluq eləyir və onun əsas xüsusiyyəti, başlıca xüsusiyyəti diktədir. Həyatda da belədir. Bir dənə insan haqqında nəsə danışsan, o biri qayda deyir ki, əşi ondan danışmayın. Deyirsən, niyə? Çox yalançıdır. Görsənmi? O şəxs haqqında bütün xüsusiyyətlərdən bir dənəsi qabarıq yadında qalır. Nədir? Yalançıdır. Nədir? Mehribandır. Nədir? Gülərüzdür. Bax, bir xasiyyətimiz həmişə bizim qabarıq olur. Mikroprosesin də xasiyyəti bir dənə deyil ki, çoxdur. Sadəcə olaraq bir dənəsi qabarıqdır. Nədir? İdarə edir mikroprosesor. Orada Central Processor Unit əslində bu CPU-nun açışı var burada. Yəni mərkəzi idarə etmə sistemi adlanır bu ingilis dilində. Elə oradan gəlir ki, bu başqalarını idarə edirsə, avtomatik başqalarını diktə edir. Bu belə. Sonra iki dənə anlayış var. Bu anlayışlardan biri slot, bunlardan biri port anlayışıdır. Yenə buradan bu keçirik başqa bir A4-ə. Bazar günü qoşulmuşdunuz dərsdə say sisteminə. Mən yox. Gəlmədi. Bəli. Qoşulma çox az idi, təəssüf ki. Yəni qoşulsaq yaxşı olar. Bazar Axşamınız xeyir müəllim. Mən qoşula bilmədim. Qrupdakı linkdən nə qədər girdim qoşulmadı. YouTube-a Bir yarım saatdan sonra YouTube-da təsadüfən canlınız qabağıma çıxdı, elə qoşuldum. YouTube-a qoşulma çox asandır. Yəni telefonda Yəni bəlkə vurdu, hesabınızda atdığınız linkin üzərinə vururdum, təzədən elə bir geri atırdı.
Siz yəqin Abunə ya olandan mən sonra sizin, ya siz mənim adımı kontakta vurmamısınız bəlkə də. olar. Vurmusunuz, məncə yox. Mən yox, xeyr, Hə, ona kontaktlasam görə olar. atılırsınız. Yəni kim vurmuyubsa elə olacaq onsuz. İndi bir dəfə, iki dəfə axırı oradan atırıq sonra. Slot və Ben port de, anlar. Hə, Nihat buyur. ben de vurmamışım sizi kontakta. Hə, onda vurun. Deməli, slot. İki dənə qurğudan danışacağıq. Bunlardan biri slotdur. Gəlin slotları sizə göstərim. Şəkillər çox üstünlük vermirəm, olsa şəkillər düşmür. Bax, slot budur. Slot bax budur. Göstərə biləcək. Bax bu. İstəyir burada bu göy, yaşıl rəngli olanlar, istəyir ağ rəngli olanlar. Slotlar kompüterin sizə bu daxili qurğuları qoşmaq üçün xarici. Daxili, Bunlar daxili. daxilidir. Bəli, görürsünüz, bura biz xarici qurğu necə qoşa bilərik? Çünki bu üstü bağlanacaq birazdan. Bəli, slotlar kompüterin daxili qurğularını qoşmaq üçündür. Burada bizim əsas 4 dənə slotumuz var ki, siz onları əzbər bilməlisiniz. Bunlar hansıdır? Bu slotlardan biri, axırda bunu skrin eləsəz yaxşı olar. AGP slotudur. AGP slotu kompüterdə ekran kartını və video kartı qoşmaq üçündür. Ekran, vergül, video kart. Bu oldu AGP slotu. Bu necə saxlayasınız? Görüntü sözündən. Buradan istəyir qrafika kimi yadda saxlayın, istəyirsiniz görüntü kimi yadda saxlayın. İkinci portumuz PCI slotudur. Bu slotda qoşur səs kartı, vergül, şəbəkə kartı. Görürsünüz, hər ikisinin orta hərfi PCI. Burada da S-nı səs kimi yadda saxlaya bilərsiniz. Elə S-dan şəbəkə kimi yadda saxlamaq olar. Növbəti slot IDE slot adlanır bu. IDE slotu. Burada birazdan keçəcəyik, sərt disk qoşulur. Bunun da D-sını disk kimi yadda saxlaya bilərsiniz. Və nəhayət sonuncu DDR slotuna da RAM qoşulur. Bunun da R-sını RAM kimi yadda saxlaya bilərsiniz. Şu. Orada yazdığınız bir H2D'dir. Yo, bu H-dır. H hərfidir bu. Biz HD o nedir? O bizim İDE Hə, bu I bərabərdir ona. hərfidir. I-D-E. Bu onun adıdır. Belə yazılır, yəni IDA. Slot adıdır. Bu belə. Slot kompüterin daxili qurğuları üçündür. Bir də var slotun o biri olan, tərsi olan port. Port necə yadda saxlayayım? Portu biz uşaqların arada zarafata deyirik. Bunu port Bakudan yadda saxlayır uşaqlar. Məsələn, port deyəndə söhbət əslində port liman mənası da var. Port Baku. Bizdə də port Baku var da xaricilər falan gəlir. Oradan yadda saxlayın. Port xarici qurğuları qoşmaq üçündür. Portlardan biri var LPT portu. Bəli, LPT. LPT. Bu porta qoşulur printer və skanner. Görürsünüz, hamısının ortasındakı hərfi bir açar sözdür. Printer plus skanner. Skanner və printer bir-birinə yaxın deyil, əslində əks qurğulardır. Biri giriş, biri çıxış qurğusudur. Sadəcə olaraq bir-birindən paralel işlədə bilərlər. Bir-birinin yanında. Sonra ikinci port COM portudur. COM-a qoşulur yenə M hərfi ilə işarə edərəm modemi. Yenə M hərfi ilə işarə edərəm mouse'u. K hərfi ilə də işarə edərəm klaviatura. İndi biz bu ingilis K-sıdır, amma yenə də işimizə yarayır. COM deyil yaxı. Klaviatura. Şu. Bu da belə. Sonra indi bu yalnız bu iki portun ardıcıl və ya paralelini soruşacaq. Ardıcıl informasiyaları ardıcıl, paraleldə paralel ötürmə deməkdir. İndi o bizdə düşmür deyə biz onlara girib beynimizi boşa qarışdırmırıq. Printer, yəni daha doğrusu LPT portu, yenə P hərfi sağ olsun. Bizə kömək eləyir və yadımıza saxlamaq üçün kömək eləyir ki, bu paralel portdur. COM portu isə nədir? Ardıcıl. İngilis dilində ardıcıl sözü K-la başlayır. Bilmirəm, concession, nəsə belə bir sözü mən də unutdum. Mən ingilis dilində yaxşı deyil. Yəni özümü burada şey eləməyim. Amma bir sual əminəm ki, elə bir söz var. K-la başlayır, ardıcıl. Hə, oradan yad saxlaya bilərsiniz. Sonra növbəti port PC2 portudur.
Həm ekranları skrin eləyin, həm də ki video dərs onsuz atılacaq. PC2 portuna qoşulur mouse və klaviatur. Hər birinə bir ipucu qoyuram ki, qoy işimiz asan olsun. İndi burada nə açar söz ola bilər? Məsələn, deyə bilərsiniz ki, klaviatura. Yəni, iki qrupu qoşulur, oradan yadda saxlayaq. Onda deyəcəm ki, elə LPT-də iki qrupu qoşulur. PC2 portunun ikisi var, amma bu iki sizə köməkli eləyir. Niyə? Çünki yalnız mouse qurğusudur ki, onun iki düyməsi var. Aydındır. Başqa bir dənə qurğu görək göstərə bilərsiniz. Bu da printer üstünə qədər düymə, skanerin, nə bilim, klaviaturadır, modemdir. İki dənə, yəni standart iki düymə mouse'dur, sağ-sol düymə. İndi ortadakı o düyməni qarışdırmırıq, amma standart belə olur. Deməli, bu iki məni aparır mouse'a. Mouse yoxdursa, məcburam kompüteri klaviatur ilə idarə etməyə çalışım. Demirəm, amma idarə edin. İdarə etməyə biraz çətin olur. Yəni, sensor paneli yoxdursa. Amma mouse və klaviatura ikisi də bir-birinə yaxın qurğular olduğuna görə onlar eyni porta qoşulur. Yəni PC2 portuna qoşulur. Sonra nə qaldı burada? Sonra LAN portu var. İndi inşallah şəbəkə keçəndə LAN-ı görən kimi onsuz ağlınıza o dəqiqə şey gələcək. Yəni şəbəkə gələcək. Local Area Network. Yəni lokal şəbəkə deməkdir. Burada qoşulub anlıq sözü network. Şəbəkə kartını qoşmaq üçündür. Şəbəkə kartı. Bu da getdi. Bir dənə də burada var. VGA portu, vergül, DVI portu, vergül və HDMI portu. Bir də bunun yanında belə D3 sub. Bu portlar hamısı monitor və proyektoru qoşmaq üçündür. Yəni görüntü. Proyektor plus monitor. Monitor. Bilməm fikir vermişsə yox. Bu biz müəllimlər əyani dərs keçirik. Bu proyektorları qoşuruq HDMI portları ilə kompüterə. Görürsünüzmü? Xarici qurğuları qoşmaq üçün bu portlar heç heç bir daxili qurğunu qoşa bilmərsiniz. Yəni çöldə gördüyünüz qurğular var. Bu skanerdir, printerdir və s. Onların hamısını port vasitəsilə, yəni port importdan da yadda saxlamaq olar. Elə loru port Bakudan da və yaxud portun liman mənası da var. Yəni liman nədir? Ölkəyə xaricdən gələn bir növ vağzal kimi bir şeydir. Bu da oldu bizim portlar. Deməli slot daxili, bu gördüyünüz slotlar daxili, portlar isə kompüterin xarici qurğularını qoşan yuvalar. Bunu da bildik. Slaytdan çox dərs keçməyə xoşlamıram. Düzəldirəm, qalır orada. Çünki əsas onun mənasını başa düşmək lazımdır. Slayt boş şeydir. Çalışın ki, oxumağa çox belə həvəs demirəm, oxumaq yaxşı bir şeydir. Amma günümüzdə bu biraz problemdir. Çalışın ki, məni başa düşməyə çalışın. Yəni anlamağa çalışın. Onda çox asan olacaq. İnanın ki, bildiyiniz su olacaq. Amma desəz, yox, mən qabağıma qoyacağım, kitabı oxuyacağım, heç onda keçmiş olsun. Başa düşsəz cibinizdədir. Yəni uzaqbaşı təhkir eləyərsiniz. Yox, əgər bunu elə bir ki, oxuyursan, oxu bunu da əzbərlə. AGP slotu ingiliscə yazmışıq. Sonra bu slot vasitəsilə sadəcə ekran kartı qoşulur. Gəl bunu əzbərlə. İndi gəldik monitor. Bax, biz yenə də deyirəm, sistem blokundan danışdıq, qurtardıq. Kompüterin 3 dənə əsas tərkib hissəsindən biridir. Bu getdi. Bu danışdıq, qurtardıq, düz bura qədər. İndi gəldik ikinci əsas tərkib hissə. Bu çox asandır. Bir dənə çətin sistem bloku idi. Yerdə qalanlar asandır. Monitor. Sizcə monitor mətn tipli informasiyanı əks etdirər, yoxsa həm mətn, həm qrafik tipli informasiyanı? Mətn həm qrafik. Ay, sağ olun. Tək mətn deyil. Həm mətn, həm qrafik tipli Həm informasiya. qrafik, bəli. Bəli. Həm mətn, həm qrafik tipli. Çünki bu bəzən götürüb sağ olsunlar. Yazırlar ki, monitor yalnız mətn tipli informasiyanı çıxışa verir. Biz monitorun çıxış qurğusu olduğunu bilirik axı. O dəqiqə adam çaşır. Amma yox, burada görürsən həm mətn var, həm də bura qrafikadır. Həm mətn, həm qrafik. Yaxşı, bu monitor çıxış qurğusudur, yoxsa giriş? Giriş. Çıxış. Həm giriş, həm çıxış. Yox, bu monitor dedim Çıxış. sadəcə. Çıxış. Sadəcə monitor, Çıxış baxırıq axı. sensor monitor nədir? Həm giriş, həm çıxış. Həm giriş, həm Bəli, çıxış. sensor monitor sizin telefonlarınızda həm giriş, həm çıxış. Bu Modem də, mövzudan iki modem. sual düşür. Bəli, sensor monitor telefonda. Mən istəsəm orada kinoya baxaram. Onlar çıxış qurğusu. Daha çox açıq sual düşür, düzdür müəllimim? Açıq suallarda. Yox, 5 dənə açıq düşür. O açıq sual qarışıqdır. Hı. 20 dənə də qapalı sual düşür. Atdığınızda səhvlərinizdəki düzlərinizi aparmır. Demək,
İndi gəldik son olaraq monitorun əsas parametrlərinə. Day bunu oturub əzbərləməyə ehtiyac yoxdur. Elə belə göz gəzdirmək lazım. Bax, elə bilin ki, bu slayd əlinizdə. Baxıram, hamısı nədir? Ekran, seyrəklik, kadr, ekran, müşahidə, açılış. Yəni bunu tutmamaq həqiqətən yenə deyim, günahdır ki, bu ekranındır, yəni monitorundur. Amma monitorla bağlı siz Matris nə deməkdir? matris onun bir növ elə bil ki, necə deyim, materialında olan istifadə olunmuş elementlərə aid matrisinin tipi. O deməkdir. Bunlar sizə Bəs lazım. diaqnal? Müşahidə bucağı bilsən nədir? Tutaq ki, bu monitordur da, düzdür? Sən monitora biri var düz baxasan, biri var gəlib yandan baxasan. İkisində də görüntü eynisə, deməli bu müşahidə bucağı yaxşıdır. Yəni ekran elə bizə lazım olan budur. Bax birinci ekran diaqnalı. Ümumiyyətlə heç eşitmisiniz kimsə yox televizorda falan reklamlarda Neçə desinlər ki, düyümdür? desinlər ki monitordur, uzunluğu 5 eni falan. Elə şey yoxdur. Monitor ölçüsü deyəndə onun diaqnal Diaqnal. üzrə ölçüsü götürülür. Bax belə. Və onu da nə ilə ölçürlər? Düyümlə. Düyüm. Bir düyüm bərabərdir 2,54 santimetr. Yəni buna qısası biz 25,4 millimetrdə deyə bilərik. Çünki burada bəzən şeyə çevirirlər. Santimetr, millimetr. Kimsə yazıb say sistemindən sualların sayı 2 dənədir. İndi bütün mövzuları soruşmuyor, hamısını bir-bir cavablandıra bilmərik. Amma say sistemində deyim, oradan bir dənə sual düşür. Nadir hallarda 2 dənə sual düşür. Amma standart 1 və 2 olur belə. Deməli, monitor ölçüsü diaqnalla ölçülür. Onu da düyümlə ölçürük. Məsələn, getmirsən kommute almağa, yəni televizor almağa. Deyirsən bunun ekranı nə qədərdir? Heç vaxt qayıdıb deməyəcəklər neçə santimetr. Çünki birbaşa o qeyri-professionallıq hesab olunur. Yəni bu ekranla bağlı. Götürüb deyəcək məsəl üçün 60 düyüm. Sən də orada özümüzü belə deyək, güya ki bilirik də. 60 hə yaxşısı. 60-ı da telefonda götürürsən 2,54-ə. Tapırsan ki, məsələn 100 tutaq ki, təxmini 20 neçə? 1 metr 20 sant da elə bil ki. Diaqnalı belədir. Bu da oldu monitor. Yenə deyirəm, bunları elə belə göz gəzdirmək lazımdır. Hamısı qışqırır ki, mən monitorun əsas xarakteristikasıyam. Nəhayət klaviatura. Klaviaturadan danışmayacağıq. Hə, bir də monitorun 3 dənə əsas növü var. LED sizə düşmür. LED-dən danışmırsınız. Elektron şüa borulu, maye kristallı, plazma. Bu monitorun növləridir. Bunları bilsə kifayətdir. Üçüncü əsas tərkib isə klaviaturadır. Niyə danışmıram? Çünki onsuz da biz sizlə inşallah Word başlayacağıq 2-3 dərs sonra da. Orada klaviaturanın bütün düymələrini möhtəşəm şəkildə biləcəyik. Bax, burada bəzi düymələr var. Bax, bunların hamısı. Hamısı haqqında danışacağıq. Yəni bu dəqiqə arxayın olun. Sınaqlara falan, yəni hardware'nin bu şeyləri düşən deyil. Çünki bunları ancaq Word keçəndə siz düşəcək, sınağa düşə bilər. Sadəcə o yazmasa sizin günahınız deyil. Sadəcə belə deyək, keçməmişsiniz. Bu oldu dərsin bu hissəsi. Bir dənə qaldı bizim ən əsas, yəni bildiyiniz hardware'nin necə deyərlər, doğru desək, ürəyi qalan kompüterin daxili və xarici yaddaşıdır. İndi o haqda da danışacağıq. Onunla da növbəti sınaq ayın 7-si. Onunla da bizim dərsimizi yavaş-yavaş bitirəcəyik. Deməli, gəlin baxaq ki, kompüterin daxili və xarici yaddaşı nədir? Biz onu necə öyrənə bilərik və necə asan yadda saxlaya bilərik? İndi biz sizlə böyük ehtimal dekabr ayının ortalarına falan gəlib Word-ə çatacağıq. Word-ə çatanda biz dayanacağıq. Necə dayanacağıq? Dərs dayanmayacaq. Ha? Testlər başlayacaq təkrara. Mən sizə keçdiyiniz mövzuların testlərinin başqa kursdan yenə də verəcəm. Mütləq işləməliyiz. Bax, yenə deyirəm, mütləq işləməliyiz. Çünki biz oturub 3 ay bundan sonra, 2 ay bundan sonra şeyə başlaya bilmərik. Təkrara başlaya bilmərik. Bizim elə bir lüksumuz yoxdur. Sadəcə verəcəm bir 70 dənə, 80 dənə təkrar test. Hər dəfə işləyərsiniz ki, Word qutarana qədər biz gələk təkrardan yenə də hardware-yə dirənək və hardware-ını keçək o tərəfə. Mütləq işləməliyiz. Bax, hamı işləyir bu dəqiqə. Təkrar testləri uşaqlar işləyirlər. Başladıq. Kompüterin daxili və yox, hal-hazırda siz hamınız Edun kitabını almalı. Çünki mən başqa yerdən suallara baxa bilmərəm. Çünki bu birinci mənim icazəm yoxdur. Yəni belə əlavə işləyə bilərsiniz, amma biz birinci Edunun kitablarını yazmalıyıq.
Yəni biz bu kursda hazırlaşırsa bu kurs mənə burada heç bir halda orada mənlik bir şey yox. Yəni mənə aidiyyəti yox. Mənə desinlər filan kitabdan keç, filan kitabdan keçəcəm. Kitabı mən yazmamışam ki, deyəm ki, mənim kitabımdır. Uşaqlara deyəm ki, alın, mənə xeyriniz dəysin. Amma qayda belədir. Hamı eyni kitabdan işləməli ki, dərs vaxtında girilməz. Belə, kompüterin daxili və xarici yaddaşı. Linkimizin vaxtı qurtaracaq. Eybi yox, problem deyil. Yox, problem deyil əslində. Gəlin mən linki yenidən atım. Qoyun bu dərsdə o bir şeydə olsun. Ya başlığı yazacağam daxili və xarici yaddaş. Bir dəqiqə səbirli olun.